Mən Elçin Əsədov, 17 qat velosiped idman üzrə Azərbaycan çempionu, 2026-cı ilin idman səfiriyəm. Hər gün hərəkətlə başlayıram. Amma hərəkət üçün bildiyiniz kimi enerji lazımdır. Bu enerji isə təsadüfi qidadan yox, düzgün və balanslı qidalanmadan gəlir. Mən qidama xüsusi diqqət edirəm. Yüngül, keyfiyyətli və bədənimə faydalı qidalar seçirəm. Gün ərzində ən azı 2-3 litr su içirəm. Su bədənin əsas güc mənbəyidir. Düzgün qidalananda özümü daha güclü, daha dözümlü və enerjili hiss edirəm. Bu sadə bir qaydadır. Bədəninizə nə versəniz, onu geri alacaqsınız. Siz də düzgün qidalanmağa və hərəkətdə olmağa qoşulun. Mən Yusufova Aynur, milli komandanın beynəlxalq dərəcəli hakimi və gimnastika məktəbinin akrobatika bölməsinin baş məşqçisiyəm. Hərəkət həyatın ayrılmaz hissəsidir. Bədən hərəkətdə olduqca güclənir. Mən illərdir idmanın içindəyəm və hər gün bunun nəticəsini görürəm. Məşq etmək yalnız peşəkar idmançılar üçün deyil, hərəkət hər kəs üçün vacibdir. Gündəlik kiçik aktivlik belə bədəni daha sağlam, daha çevik edir. Hərəkət etdikcə özünüzü daha enerjili və rahat hiss edəcəksiniz. Bu sadədir. Bədən hərəkət istədikcə ona bunu vermək lazımdır. Siz də hərəkətdə olun, bədəninizə qayğı göstərin. Çünki sağlam həyat hərəkətlə başlayır.